Geç geç. Şimdi çıxırdı tək. Hamıdan qabaq. Malacız. Çıkı. Ne oldu? Kime senesi oldu? Benim setkam içi dolu cöşe ağacı beni gözlüyor. Bu benim cöşelerim. Çok güzel bonsaydı bu. Bilsen. Tırpınla kadar ölmüş. Nene babadan, baba neneden hamısı. Ay yavaş yıkıldılar. Sürüştü. Ben istəyirəm, su çıxmalıdır. Burada. Arıların için görsen, aksi değilsen sehlemden artırırsan. Hə də ona görə. Cökə ağacı bilirsən nədir? Arının. Düzdür, indi öləcəm, qalacam bilmirəm. Cökə neçə ilə çiçək verəcək. Amma böyüyü də var da bağda. Gələcək üçün əkirəm. Ham yerdən gəlin düşündü. De baba. Yoksa eyni yeri hamısı taftalayır. Ona göre sürüşken olur. Tak, bu ağaç düşüktü. Kırılıptı, mahvolup, möhtəşəm bir ağaçtı. Şimdi bunu sel-su kırıp aparıb düşürdük, yoksa mən heç bilmirəm. İşte bu meşelerde cökə çoxdur. Mesela bak, möhtəşəm cökə ağacı. Cökə və pip var. Yolumuz da belədir. Mən çoxlu cökə yığmışam. Cavan. Hem bonsaylarım üçün, hem də bağda əkəcəm. Olacaq bizim Ləhəş bağlarında cökə bağları. Savremenin bütün ağaçlar hamısı məhv olsa da, yansa da, qocalsa da, kəssək də, hoşum nə olur olsun. Amma cökələr qalacaq.
Cökə ağaçlarım mənim möhtəşəm Ləhəş bağlarında cökə. Hələ sekvoyalar da böyüsə olacaq. Sekvoyalıq, metasekvoyalıq. Ну, zато kölgə olacaq. Так что əlim palçıqdır. Bir setka bax belə yığmışam. Hələ bir setkanı bir oğlan aparır. Orada da pəl yığmışam. Pəl də olur. Hamısı pəldir. Düzdür, Şamaxı da buradakindən çoxdur pəl. Amma bu pəllər burada çiçəkləri çox gözəldir. Çox gözəl çiçək açıblar. Pəllər. Tak что belə işlər. Yolumuz bir də belədir. Kocaman ağaçların yanından keçirik. Kocaman. Yəqin ki, aşağıda da çoxlu cökə var. Aşağı biz düşmürük. Çox kocaman. 100-dən çox yaşları var bunların. Belki de 200, 300. Ne bileyim. Çox kocaman. Bunları qucaqlamaq mümkün deyil. Belki de 500 yaşları var. Yəni çox kocaman. Baxırsan hələ də bu cökə ağcaqayın ağacıdır. Ağcaqayın bu qalınlıqda olduğunu mən bilmirdim. Deməli, məndə bağda ağcaqayın bitir. Belə olacaq. Görən. Amma ağcaqayını da arılar çiçəyinə gəlirlər. Ağcaqayının abıçını soku da olur. Klonovi sok. Əvvəllər Sovet dövründə satırdılar. Ağcaqayın soku, biryoza soku. İndi də tədarük eləmirlər. Bəlkə reseptlər eləyirlər deyə bilmirəm. Yəni Azərbaycanda mən o vaxt uşaq olmuşam, bilmirəm. Bəlkə də var idi o vaxt mağazinlərdə. Biryozovi, klonovi soklar. Heç burada kənddə bilmirlərdi. Yəqin ki, bu ağacı deşmək lazımdır. Deşirsən, bir sok çıxır. Yəni suyu çıxır. Çox gözəl, xeyirli suyu var.